Salam, yeni videomuza xoş gəlmisiniz. Bugün 11-17 may həftəsinin proqnozlarını təhlil edirik. Bu həftə ulduzlar bizə tamamilə fərqli sürprizlər hazırlayıb. Videoya keçməzdən əvvəl kanalımıza abunə olmağı və bu videonu bəyənməyi unutmayın. Hər həftə yeni fürsətlərdən ilk siz xəbərdar olun. Gəlin başlayaq. Qoç. Ev daxilində səs-küyün artacağı bir həftədir. Lakin bu daha çox şən hazırlıqlarla bağlı olacaq. Yaxınlarınızın köməyinə ehtiyac duyduğu anlarda qürur etmədən yanlarında olun. Partnyorunuzla birlikdə çıxacağınız qısa alış-veriş turu münasibətlərdəki gərginliyi tamamilə yox edəcək. Subaylar üçün iş mühitində ciddi baxışlar hiss oluna bilər. Maddi məsələlərdə artıq pul yoxdur dediyiniz anda gözlənilməz bir yerdən kiçik bir qazanc qapısı açılacaq. Köhnə bir borcun qaytarılması sizi sevindirəcək. İş yerində sizin olmayan vəzifələri üzərinizə götürməkdən imtina edin. Əks halda həftə sonu çox yorulacaqsınız. Öz layihələrinizə fokuslanmaq daha çox qazandıracaq sizə. Təhsil sahəsində isə praktiki dərslərdə nəzəriyyədən daha çox uğur qazanacaqsınız. Texniki cihazlarla bağlı bir imtahanınız varsa, hazırlıqlı olun. Sağlamlığa qaldıqda isə bu həftə orqanizmin su balansına diqqət yetirin. Dərinizin quruması və ya tez-tez susamağınız vitamin çatışmazlığı siqnalı ola bilər. Günəş şüalarından qorunmaq üçün qoruyucu kremlərdən istifadə etməyə başlayın. Ayın Qoç bürclərinə olan məsləhəti. Başqalarının problemlərini özünkü kimi yaşamayın. Mənəvi sərhədinizi qoruyun. Buğa. Valideynlərlə olan kiçik bir anlaşılmazlıq həftənin ortasında səmimi etiraflarla həll olunacaq. Evdəki köhnə sənədləri qaydaya salmaq üçün vaxt tapacaqsınız. Sevgidə hisslərinizi daha açıq ifadə etməlisiniz. Qarşı tərəf sizin nə düşündüyünüzü anlamaqda çətinlik çəkir. Romantik şam yeməyi üçün həftənin cümə günü ən ideal vaxtdır. Maddiyyatda lüks əşyalara olan meyilliyiniz bu həftə artacaq. Lakin büdcəni qorumaq üçün ehtiyatlı olun. Yatırım planlarınız varsa, daha bir həftə gözləmək xeyrinizədir. Karyerada komanda yoldaşlarınızdan biri sizin ideyanızı mənimsəməyə çalışa bilər. Diqqətli olun, özünüzü rəhbərliyə göstərmək üçün yeni metodlardan istifadə edin. Təhsildə xarici dil öyrənənlər üçün yeni sözləri yadda saxlamaq bu həftə daha asan olacaq. Qrup işlərində liderlik etmək sizə əlavə ballar qazandıracaq. Sağlamlıqda qulaq və eşitmə həssaslığınız arta bilər. Səs-küylü mühitlərdən və uzun müddət qulaqlıq istifadə etməkdən qaçın. Səhər saatlarında üzünüzü buzlu su ilə yumaq qan dövranını stimullaşdıracaq. Ayın buğalara məsləhəti. Tənbəlliyə qalib gəlin. Hərəkət etdikcə şansınız açılacaq. Əkizlər. Ailədə qardaş və ya bacılarınızla birgə yeni bir iş planı qura bilərsiniz. Ailə daxilində keçmiş xatirələri yad etmək mənəvi enerjinizi artıracaq. Sevgidə subay əkizlər üçün maraqlı bir mesaj gələ bilər ki, bu da bütün həftəni xoş əhvalda keçirməyə kömək edəcək. Münasibəti olanlar üçün ortaq qərarlar ön plandadır. Maddiyyatda texnoloji bir alış-veriş büdcənizdə boşluq yaratsa da, bu cihaz işinizdə sizə çox kömək edəcək. Gəlir və xərc balansını qorumaq üçün bir proqramdan istifadə edin. Karyerada yazışmalar və meyllərdə diqqətli olun. Vacib bir məlumatı qaçıra bilərsiniz. Yaradıcı sahədə çalışanlar üçün yeni müqavilə imkanları görünür. Təhsildə araşdırma mövzunuzu dəyişmək və ya daha dərinə getmək üçün uyğun zamandır. Kitabxanada keçirəcəyiniz bir neçə saat sizə gözlənilməz kəşflər qazandıracaq. Sağlamlıqda çiyin və qollarınızdakı ağırlıq hissini aradan qaldırmaq üçün yüngül idman hərəkətləri edin. Orqanizmi toksinlərdən təmizləmək üçün yaşıl çay və nanəli içkilərə üstünlük verin.
Ayın əkizləri olan məsləhəti. Eyni anda iki işi görməyə çalışmayın. Keyfiyyət kəmiyyətdən önəmlidir. Xərçəng. Ailədə ev daxilindəki təmizlik və ya köç işləri sizi yorsa da, nəticə çox ürəkaçan olacaq. Uşaqlarla keçirilən vaxt gələcək planlarınız üçün ilham verəcək. Sevgidə partnyorunuzun səmimiyyətinə şübhə etməkdən əl çəkin. Bu həftə onun sevgisini sübut edəcək addımlar görəcəksiniz. Tək olanlar üçün köhnə bir dostla yaxınlaşma mümkündür. Maddi cəhətdən bu həftə sıxılsanız da, həftə sonuna doğru ailədən gələn dəstək sizi rahatladacaq. Gərəksiz abunəlikləri və ya xidmətləri ləğv etməyin tam vaxtıdır. İş mühitində sizin haqqınızda gəzən xoş olmayan sözlərə fikir verməyin. İşinizlə cavab verin. Yeni bir vakansiya və ya vəzifə üçün müraciət etmək uğurlu ola bilər. Təhsildə motivasiyanız aşağı düşsə də, dostlarınızla birlikdə oxumaq sizə güc verəcək. Çətin fənləri səhər saatlarında öyrənməyə çalışın. Sağlamlıqda görmə qabiliyyətinizə diqqət yetirin. Gözlərinizdə quruluq və yanma hiss etsəniz, nəmləndirici damcılardan istifadə edin. Duzlu qidalardan uzaq durmaq bədəndəki şişkinliyi azaldacaq. Xərçənglərə həftənin məsləhəti. Keçmişin yüklərini çiyninizdən atın, bugündən yaşayın. Əziz izləyicilər, 4 bürcü geridə qoyduq. İndi isə sizə belə bir sualım var. Kanalımızda daha çox nə tipdə videolar görmək istəyərdiniz? Bürclərin ən pis xüsusiyyətləri, yoxsa bürclərə görə uğurlu peşələr? Fikirlərinizi mütləq rəylərdə bölüşün. Videonu bəyənməyi və hələ də bizə abunə olmamısınızsa, abunə olmağı unutmayın. Şir. Ailə daxilindəki müzakirələrdə orta yolu tapan tərəf siz olacaqsınız. Yaxın bir qohumun xeyir işi ilə bağlı planlar gündəmə gələ bilər. Sevgidə diqqət mərkəzində olmağınız partnyorunuzda biraz qısqanclıq yarada bilər. Ona daha çox güvən verməyə çalışın. Subaylar üçün sosial mühitlərdə yeni tanışlıqlar qaçılmazdır. Maddiyyatda bu həftə gəlirləriniz stabil qalsa da, gözlənilməz sosial xərclər arta bilər. Köhnə bir yatırımın gətirəcəyi kiçik dividendlər sizi sevindirəcək. Karyerada yeni bir layihəyə rəhbərlik etmək təklifi ala bilərsiniz. Özünüzə inamınız və xarizmanız sayəsində bütün qapılar üzünüzə açılacaq. Təhsildə incəsənət və ya dizaynla bağlı tapşırıqlarda hamıdan fərqlənəcəksiniz. Müsabiqələrdə iştirak etmək üçün bu həftə müraciət edin. Sağlamlıqda saç və dırnaq sağlamlığınıza diqqət yetirməli olduğunuz bir dövrdür. Rasionunuza daha çox sink və proteinlə zəngin qidalar daxil edin. Enerjiniz daim yüksək qalsın. Həftənin şir bürclərinə olan məsləhəti. Başqalarının alqışını deyil, öz daxili məmnuniyyətinizi axtarın. Qız. Evdəki nizam-intizamı qorumaq üçün hər kəsə tapşırıqlar verin. Tək başına hər şeyi çatdırmaq mümkün deyil. Ailəvi axşam gəzintiləri ruhunuza sakitlik gətirəcək. Sevgidə kiçik bir anlaşılmazlıq böyümədən onu səmimi söhbətlə söndürün. Subaylar üçün keçmişdən gələn bir mesaj hər şeyi alt-üst edə bilər. Maddiyyatda maddi planlamanızda kənarlaşmalar ola bilər. Pulunuzu hara xərclədiyinizi qeyd etmək sizi böyük itkilərdən qoruyacaq. Borc vermək üçün uyğun vaxt deyil. Karyerada analitik zəkanın sayəsində mürəkkəb bir texniki problemi həll edəcəksiniz. Rəhbərliyin gözündə nüfuzunuz bu həftə daha da artacaq. Təhsildə çətin mövzuları hissələrə bölərək öyrənin. Toplu halda oxumaq sizi yora bilər. Müəllimlərinizin rəyləri gələcək üçün çox önəmli olacaq. Sağlamlığa qaldıqda isə bu həftə allergiya riskiniz arta bilər. Xüsusən toz və ya bitki polenlərinə qarşı ehtiyatlı olun. Gün ərzində bitki tərkibli içkilər qəbul etmək immunitetinizi dəstəkləyəcək. Həftənin qızlara olan məsləhəti. Detallarda boğulmayın, böyük şəklə baxmağa çalışın. Tərəzi. Evdə harmoniyanı təmin etmək üçün bəzi qurbanlar verməli ola bilərsiniz.
Qonaq qəbul etmək və ya qonaq getmək həftənin sonuna rəng qatacaq. Münasibətlərdə tam bir balans dövrüdür. Partnyorunuzla eyni dildə danışdığınızı hiss edəcəksiniz. Yalnız olanlar üçün romantik bir kitabın qəhrəmanı kimi hiss edəcəkləri anlar olacaq. Maddiyyatda estetik prosedurlar və ya özünüzə baxım üçün pul xərcləyə bilərsiniz. Maddi tərəfdən yeni bir tərəfdaşlıq təklifi gələ bilər. Dəyərləndirin. Karyerada, iş mühitində ədaləti qorumaq üçün etdiyiniz cəhdlər hər kəs tərəfindən təqdir olunacaq. Yeni müqavilələr üçün hüquqi sənədləri diqqətlə oxuyun. Təhsildə ictimaiyyət qarşısında çıxış etmək və ya təqdimat hazırlamaq üçün əla bir həftədir. Sağlamlığa qaldıqda isə bel və ya omba nahiyəsində yaranan sərtliyi aradan qaldırmaq üçün hər gün 10 dəqiqə dartınma məşqləri edin. Orqanizmin mineral balansını qorumaq üçün meyvə-tərəvəz suları için. Həftənin tərəzilərə olan məsləhəti: yox deməyi öyrənin. Hər kəsin yükünü öz çiyninizdə daşımayın. Əqrəb. Ailə daxilində çoxdan verilmiş bir vədin yerinə yetirilmə vaxtı çatıb. Evinizi yeniləmək və ya bəzi əşyaların yerini dəyişmək enerjinizi müsbətə doğru dəyişəcək. Münasibətlərdə hər şeyi idarə etməyə çalışmaq qarşı tərəfi yora bilər. Biraz sərbəstlik verin. Subay əqrəblər üçün qəfil, lakin güclü bir cazibə hiss olunacaq. Maddi məsələlərdə risk qazancdır deyib irəli gedə bilərsiniz, lakin ehtiyatı əldən verməyin. Bank və ya sığorta işləriniz varsa, bu həftə tamamlamaq asan olacaq. Karyerada intuisiyanızın dediyi yolu seçin. Məntiq bu həftə sizi yanılda bilər. Yeni bir ortaqla iş başlamaq üçün ilkin danışıqlar uğurlu keçəcək. Təhsildə gizli və ya araşdırılmamış mövzularda marağınız zirvədə olacaq. Arxivlərdə və ya internetdə dərin araşdırmalar aparmaq sizə maraqlı nəticələr verəcək. Sağlamlığa qaldıqda isə bu həftə ayaq tabanı və pəncə sağlamlığınıza diqqət edin. Düzgün olmayan ayaqqabı seçimi gün boyu yorğunluğa səbəb ola bilər. Axşam saatlarında ayaqlarınıza soyuq su masajı etmək qan dövranını tənzimləyəcək. Həftənin əqrəb bürclərinə olan məsləhəti: öz gücünüzü kəşf edin. Başqalarının təsdiqinə ehtiyacınız yoxdur. Oxatan. Ailədə uzaqdan gələn qonaqlar və ya xoş xəbərlər ailə sevincini artıracaq. Evdə səmimi bir mühit yaratmaq üçün kiçik süfrə arxasında toplaşmaq hamıya yaxşı gələcək. Partnyorunuzla birlikdə macəra dolu bir plan qurmaq münasibəti canlandıracaq. Subaylar üçün fərqli bir mühitdə, məsələn, tədbirdə maraqlı tanışlıq ola bilər. Səyahət və ya təhsil üçün nəzərdə tutduğunuz məbləği artırmaq şansınız olacaq. Gözlənilməz bir xərc çıxsa belə, büdcəniz bunu qarşılayacaq gücdədir. İş mühitində yeniliklər tətbiq etməkdən çəkinməyin. Rəhbərlik bu cəsarətinizi bəyənəcək. Yeni iş təklifləri gələrsə, onları mütləq ciddi araşdırın. Təhsildə fəlsəfə, tarix və ya coğrafiya kimi sahələrdə uğurlarınız artacaq. Yeni bir məlumat öyrəndikdə onu dərhal paylaşmaq yaddaşınızı gücləndirəcək. Sağlamlıqda diş və damaq həssaslığınıza diqqət yetirin. Çox soyuq və ya çox isti qidalar diskomfort yarada bilər. Diş fırçasını yeniləmək və təbii tərkibli ağız yaxalayıcılarından istifadə etmək faydalı olar. Həftənin oxatanlara məsləhəti: həmişə gələcəyi düşünməyin, bugünün dadını çıxarın. Oğlaq. Ailə daxilindəki səmimiyyət və bir-birinə olan bağlılıq sizi ruhlandıracaq. Köhnə bir ailə probleminin tamamilə bağlandığını görəcəksiniz. Sevdiyiniz insana sürpriz etmək üçün bahalı hədiyyələrə ehtiyac yoxdur. Diqqət yetirməyiniz kifayətdir. Yalnız olanlar üçün köhnə bir tanışın etirafı gözlənilir. Maddi tərəfdən intizamlı olmağınız bəhrəsini verir. Bir müddətdir topladığınız məbləği doğru yerə yatıra bilərsiniz. Yeni gəlir mənbələri üçün araşdırma aparın.
Nüfuzlu şəxslərlə görüşlər karyeranızda yeni bir mərhələ açacaq. Zəhmətiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək və bəlkə də mükafatlandırılacaq. Uzun müddətli kursları bitirmək və ya sertifikat almaq üçün uğurlu zamandır. Öyrəndiklərinizi real layihələrdə tətbiq etməyə çalışın. Bu həftə dərinizin oksigenə daha çox ehtiyacı var. Kosmetik vasitələrdən mümkün qədər az istifadə edin. Üz masajı və ya buxar vannası dərinizin təravətini bərpa etməyə kömək edəcək. Həftənin sizə olan məsləhəti: özünüzə çox yüklənməyin. İstirahət etmək zəiflik deyil. Dolça. Ailə üzvlərinin sizə olan dəstəyi bu həftə özünüzü daha güclü hiss etdirəcək. Evinizdə yeni bir texnoloji cihazın alınması hamının işini asanlaşdıracaq. Partnyorunuzla intellektual mövzularda mübahisə etməkdən çəkinin. Bu gərginliyə yol aça bilər. Subaylar üçün internet üzərindən maraqlı bir ünsiyyət başlaya bilər. Maddi tərəfdən yeni və qeyri-adi bir təklif ala bilərsiniz. Pulla bağlı qərarlar verərkən dostlarınızın deyil, mütəxəssislərin rəyinə qulaq asın. Kreativ ideyalarınız iş mühitində səs salacaq. Yeni bir proqram öyrənmək və ya metod tətbiq etmək iş sürətinizi xeyli artıracaq. Elm və texnologiya ilə bağlı fənlərdə irəliləyiş hiss edəcəksiniz. Layihə işlərinizdə innovativ yanaşmalar tətbiq etməyə davam edin. Sağlamlıqda bilək və ya barmaq oynaqlarınızdakı gərginliyi azaltmaq üçün kiçik məşqlər edin. Xüsusən də kompüter arxasında çox vaxt keçirirsinizsə, qan dövranını sürətləndirmək üçün axşam saatlarında qısa yürüyüşlər edin. Həftənin sizə olan məsləhəti: fərqli olmağınızdan utanmayın. Bu sizin ən böyük özəlliyinizdir. Balıqlar. Ailədə evdəki mənəvi aura sizi hər şeydən qoruyacaq. Valideynlərlə birlikdə köhnə albomlara baxmaq və ya keçmişdən danışmaq ailə bağlarını möhkəmləndirəcək. Sevgidə duyğularınızı kağıza tökmək və ya partnyorunuza səmimi məktub yazmaq aranızdakı soyuqluğu yox edəcək. Yalnız olanlar üçün romantik bir görüş ehtimalı var. Maddi tərəfdən stabil qalsanız da, gözlənilməz xeyriyyə xərcləri çıxa bilər. Pulunuzu daha məsuldar sahələrə yönəltmək üçün yeni bir plan hazırlayın. Karyerada yaradıcılıq tələb edən sahələrdə çalışanlar üçün yeni müqavilə imkanları yaranacaq. İntuisiyanızın dediyi insanlarla əməkdaşlıq etməyə davam edin. Musiqi, rəsm və ya poeziya ilə məşğul olanlar üçün uğurlu həftədir. İmtahan öncəsi həyəcanı meditasiya ilə yox etməyə çalışın. Bu həftə immunitetinizi dəstəkləmək üçün C vitamini və sinklə zəngin qidalara üstünlük verin. Yuxudan əvvəl otağı mütləq havalandırın ki, beyniniz daha yaxşı dincəlsin və səhər gümrah oyanasınız. Həftənin sizə olan məsləhəti: xəyallarınızın gerçək olması üçün bir addım atın. Ulduzlar sizi dəstəkləyir. Həftəlik proqnozlarımız bu qədər. Hər biriniz üçün bu həftə xeyirli qapıların açılmasını diləyirəm. Videonu bəyənməyi və ailəmizə qoşulmağı unutmayın. Gələn həftə görüşənədək ulduzunuz daim parlasın.